Değerli dostlar, əziz qonaqlar, hər birinizi ilk öncə salamlayıram. Gəldiyinizə görə hər birinizə təşəkkür edirəm. İlk öncə Vətən müharibəsinin şəhidlərinin ruhunu bir dəqiqə sükutla yad eləyək, daha sonra tədbirimizə başlayaq. Allah bütün şəhidlərimizə rəhmət etsin. Değerli dostlar, bildiyiniz kimi uzun illər rabitə sahəsində fəaliyyət göstərən, əslən Musaküsə kəndində olan rabitəçi Əliş Əliyev haqqında mənim şəxsi təşəbbüsümlə Cənubun Səsinin kollektivi adından sənədli film çəkilmişdir. Bildiyiniz kimi Cənubun Səsi, Cənubları tanıyaq, tanıdaq rubrikasına start vermişdir. Bu rubrikada bir çox masallar yer alır. Təbii ki, Cənub bölgəsini əhatə edən bir mövzudur. Bugünkü tədbirimiz də Əliş Əliyevə həsr olunmuşdur. Onun burada rabitəsi, dostları iştirak edir, kənd cəmaatı iştirak edir, rayonumuzdan gələn bir ziyalılar iştirak edir. Buyurun, hər birinizi filmə baxmağa dəvət edirəm. Həqiqətən mənim üçün çox xoş oldu ki, belə bir sənədli filmin çəkilişinə. İlk növbədə mən sənədli filmin çəkilişi haqqında qısa bir öz fikrimi bildirim. Əslində belə tarixi şəxsiyyətlərin təqdimatı belə sənədli filmlərlə çox önəmlidir və biz Tarixşünaslıq Muzeyi olaraq belə sənədli filmlərin arxiv olaraq bizdə də saxlanılması vacib məsələlərdən biridir. Həm də ki, mən oğlundan da xahiş edərəm ki, o sənədləri, müəyyən bir sənədləri bizim Tarixşünaslıq Muzeyidə təqdim etsin ki, biz onu saxlayıb gələcək nəsillərə ötürək və arxiv kimi də sənəd kimi bizim muzeyimizdə qalsın. Mən bir daha mərhəmətlə sizi təbrik edirəm, komandanıza uğurlar arzulayıram. Çünki mən bilirəm ki, bir işin, çəkilişin arxasında dayanmaq nə qədər çətindir. Çünki hər bir iş məsuliyyət tələb edir və böyük əmək tələb edir. Ona görə sizə uğurlar arzulayıram. Allah Əliş müəllimə qəni-qəni rəhmət eləsin, övladlarına can sağlığı arzulayıram və inanıram ki, mənim arzumda həyata keçəcək ki, siz o sənədləri bizim Tarixşünaslıq Muzeyiyə təqdim edəcəksiniz. Çox sağ olun, təşəkkürlər. Allah rəhmət eləsin. Masallı rayon Ağsaqqallar Şurası sədri, hörmətli Əliş Əliyev müəllimin salamlarını çatdırıram. İlk öncə mən qürur duyuram ki, mənim şagirdlərim mərhəmətdir, faiqdir, elsevərdir, belə bir yükün altına giriblər və böyük bir, mən deyərdim ki, gözəl film ərsəyə gətiriblər. Buna görə mən şəxsən öz adımdan, ziyalılar adına, Ağsaqqallara təşəkkür edirəm. Masalının sayılıb seçilən ziyalılardan da biri Əliş kişi idi. Əliş kişi, mən deyərdim ki, öz qabiliyyəti ilə, qanacağı ilə, mərifəti ilə, əxlaqı ilə, tərbiyəsi ilə hər bir insana örnək ola bilərdi. Bu günləri bəli, biz keçmiş formada danışırıq Əliş müəllim haqqında. Əliş müəllim, onun iş yoldaşları burada çox gözəl sənədli filmdə danışdılar. Doğrudan da hər bir insana onun həyat və yaradıcılığında bir örnəkdir Əliş-kinin həyatı. Mən də öz adımdan, ziyalılar adına, Ağsaqqallarından bu gözəl tədbiri ərsəyə gətirənlərə təşəkkür edirəm. Başda elsevər, mərhəmət, faiq olmağından. Eyni zamanda onun oğlu Soltana da təşəkkür edirəm, bizi dəvət edib və inanıram ki, bu birinci və axırıncı deyil. Belə tədbirlər çox olacaq. Mərhəmət, sənə uğurlar diləyirəm hər üçünüzə. Sağ olun.
gözəl bir gündə burada Əliş müəllimin anma mərasiminə biz yığışmışıq. Böyük zəhmət başına gələn bu filmə görə mən də öz adımdan, şəxsən Rabitəçilər adından kollektivə, aparıcı kollektivə öz təşəkkürümü bildirirəm. Əliş müəllim haqqında mən öz fikirlərimi demişəm. Mən çox istərdim ki, Əliş müəllimin oğlu Soltan haqqında bir kəlmə deyim ki, Soltanı mən tanıyandan Soltan Musayca kəndində hamının karına gələn bir cavan oğlan idi. İndi şükür Allah yaşlaşıb. Xeyriyyə işlərində çalışırdı o vaxtı. Mən çox belə hər adamın işi dördü. Xeyriyyə işlərində çalışmaq indi dəbalıb, amma o vaxt elə bir iz təzə qoyulurdu. Sağ olsun Əliş müəllimin deməli tərbiyəsi nəticəsində övladları da onun yolunu gözəl davam elətdirdilər. Soltana da mən öz təşəkkürümü bildirirəm. Mən çox sevinirəm. Belə bir təşəbbüsə addım atılıb, belə bir film çəkilib. Belə insanlar rayonumuzun tarixi insanlarıdır. Bunlar yaddaşda qalan insanlardır. Xüsusən Əliş kişi rabitədə böyük təşəbbüs göstərmişdi. Gözəl iş nümunəsi vardı. Ondan çiyin-çiyinlə işləyən Məmədsən müəllim, Həsənov Məmədsən müəllim vardı. Nizam Bağırov var idi, bəli, Səfalı vardı, Ələkbər müəllim vardı. Onlar bir yerdə işləyəndə masallı rabitəsini biraz da yüksək səviyyədə qaldırırdılar. Allah Əliş kişini rəhmət eləsin. Çox sağ olun, dəyərli dostlar. Qeyd edeyim ki, filmin Əntiqə xanım qeyd elədiyi kimi Masallı Tarixdaşınaslıq Muzeyində veriləcək sənədlərdə və dünənləri mən Masallı rayon icra hakimiyyətində oldum. Filmin bir çox yerlərdə yayılması ilə bağlı, məktəblərdə və tədbirlərdə yayılması ilə bağlı təklif verilib. Təbii ki, mən bunu da həyata keçirdəcəm. Burada bir ziyalımız var. Masallı Əmək və Vətən Müharibə Təşkilatının sədrinə söz vermək istəyirəm, Ramiz müəllimə. Doğrudan da çox yerində olan bir gündür. Amma mən qabaqcadan qoy deyim ki, burada yaxşı olardı ki, məktəblilər də iştirak eləyərdi. Bu nümunəvi bir. Mən elə bilirəm ki, birinci dəfədə belə bir şey keçirilir, tədbir. Yaxşı olardı ki, məktəblilər də burada iştirak eləyərdi, cavanlar iştirak eləyərdi. Çünki belə tədbirlər az olur, amma belə tədbirlər vacibdir. Çünki bu günləri doğrudan da bu tədbiri təşkil edəndən hər birinə mən öz adımdan təşəkkür edirəm. Belə bir tədbirin keçirilməsi doğrudan da həm rayonda, həm də ki, kənddə ziyalıların, gələcəkdə məsələn elə bir ziyalılar var ki, mən bilirəm, bu günləri müstəqildə kifayət qədər ziyalı adamlar çoxdur, həqiqi mənada. Amma madam ki, birinci dəfə başlanılıb, doğrudan mən sevindim. İkinci də Əliş Əliyevi mən şəxsən tanımırdım. Açığı, ancaq bizim, mən o dövrdə hərbi komissar işləyirdim. Telefonla danışmışam dəfələrlə. Şəklini görəndə dedim ki, o adam tanış gəlir. Soltanla da söhbət elədik. Doğrudan mən çox sevinirəm ki, bu günləri həqiqi mənada yaxşı ailə başçısı olub, yaxşı rəhbər olub, yaxşı insan olub. O, hər adam yaxşı rəhbər ola bilmir. Rəhbər ola bilər, amma yaxşı insan olmaq çox çətindir. Amma Əliş kişidə bunlar bütöv hamısı var. Çünki mən burada oturan rabitə işçilərin çoxunu tanıyıram. Həqiqi mənada onun haqqında deyilən sözlər kifayət qədər, bəlkə də mən deyərdim azdır. Çünki burada Molla da danışdı, Əl-Məmməd ki, demək, hörmətli adamlar bu günlər vacibdir. Bu gün ona görə hörmətli adamlar kənddə tanınmalıdır ki, onların keçdiyi yol, o gənclər üçün, məktəblər üçün ümid yeri olsun, həm onlardan nəsə götürsünlər. Çox sağ olun, hər birinizi yenə deyirəm, çox sağ ol deyirəm. Ardıcıl olsun belə tədbirlər daha yaxşı olur. Sağ olun. Siz bu günləri bizim məclisə dəvətimizi qəbul edib, bura gəlib bu məclisdə tədbiri iştirak eləmişsiniz. Ona görə hamınıza minnətdarlıq edirəm. Hamınıza sağ ol deyirəm. Həm müsahibələr, həm də hörmətli qonaqlar da bugün burada iştirak edirlər və həm də Mərhəmət Əliyevin kollektivini nə də təşəkkür edirəm ki, bu günləri o gözəl bir film çəkmişdi. Bu filmlə də biz fəxr edirik və valideynimizlə fəxr edirik ki, bu günləri belə bir adamın buraya yığılışması, cəmləşməsi, deməli bu həmin atamın hörməti əsasındadır. Ona görə hamınıza minnətdarlıq edirəm. Sağ olun. Bir də deyirəm, xoş gəlmişsiniz. Allah canınızı salamat eləsin. Həmişə belə tədbirlərdə iştirak edək. Sağ olun.
Çox sağ olun dəyərli dostlar. Vaxt ayırıb diqqət göstərdiyinizə görə, bizim bugünkü tədbirimizə qatıldığınıza görə hər birinizə mən dərin təşəkkürümü bildirirəm. Diqqətinizə görə çox sağ olun.